Xəmir yeməklərindən ən çox sevdiyim vareniki hazırladım. Çox dadlı və möhtəşəm alındı. Mütləq siz də hazırlayın. Keçəyin hazırlanma qaydasına. Hazırlamaq üçün bizə lazım olacaq 500 qram un və 1 çay qaşığı duz, 1 ədəd yumurta əlavə edib qarışdırırıq. Və üzərinə 1 stəkan qaynar su. Suyumuz mütləq qaynar olmalıdır. Bu formada qarışdırıb və xəmirimizi yoğururuq. Yoğurduqdan sonra üzərinə 2 yemək qaşığı duru yağ əlavə edib yenidən xəmiri yoğurub və içliyin hazırlayana qədər kənarda gözlədirik. İçliyi üçün bizə lazım olacaq kartof. Kartofları öncədən qaynadırıq və üzərinə kərə yağ, duz istiyor zövqə görə əlavə edib qarışdırırıq. Və bol unla xəmirimizi gördüyünüz kimi yayırıq. Və yaydıqdan sonra gördüyünüz kimi bir bakal və ya armud stəkan vasitəsilə xəmirləri kəsib içlikdən əlavə edirik və bu formada eyni qayda ilə bükürük. Və kənarda qaynatdığımız suyun içərisinə 1 çay qaşığı duz əlavə edib və varenikləri içərisinə əlavə edib 10 dəqiqə bişiririk. Pişdikdən sonra üzərinə zövqə görə kərə yağı əridib əlavə edirik və sarımsaq qatdığında yaddan çıxartmırıq. Mütləq hazırlayın. Çox dadlı və möhtəşəmdir. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.